Sənə kitabdan vəhy olunanı oxu və namaz qıl. Quranı oxu deyir sənə vəhy olunan və namaz qıl. Quranı oxumaq nə deməkdir? Haqqı ilə oxumaq, oxuyub əməl eləmək, düzdür? Və o əməlin içində, Quran ayətlərinin içində nə var? Namaz da var, düzdür? O ibadətlərin arasında. Namaz xüsusi qeyd olundu. Ümumun içindən xüsusi bir şey qeyd olunursa, onun şərəfini göstərir. Və buna bir çox misallar gətirir burada müəllif. Quran-ı Kərimdə başqa ayətdə Allah Taala buyurur ki: "Və əvhəynə ileyhim fi'lil xayrati və iqamis-salah." Biz onlara xeyir əməllər etməyi və namaz qılmağı əmr etdik. Namaz xeyir əməl deyilmi? Deməli, xeyir əməlin içində namaz da var. Amma burada ola-ola xeyir əməlin içində namazı ola-ola. Allah Taala bir daha namazı ümumun içindən yenə xüsusi şəkildə qeyd etməsi həmin ibadətin nədir? Əzəmətini göstərir. İnnellezine amenu ve amilussalihati ve aqamussalah. Allah Taala Quran-Kərimdə buyurur ki, iman gətirənlər, salih əməllər işləyənlər və namaz qılanlar. Namaz salih əməl deyilmi? Namaz salih əməldir, düzdür? Ümumi salih əməllərin içində namaz da var. Amma bununla belə bir daha namazı qeyd etməsi, ümumun içindən yenə xüsusiləşdirməsi bu nəyə göstərir? Namazın əzəmətini göstərir. O ibadətin əzəmətini göstərir.